Salam değerli izleyiciler, 5 Mart 2026-cı il Bakıda oteldə anasını öldürən 2009-cu il təvəllüdlü Ayxan Qasımlının məhkəməsi yekunlaşıb və ona hökm oxunub. Məhkəmə prosesində çox vacib, maraqlı məqamlara aydınlıq gəlib bu qətlin baş verməsi ilə bağlı. Deməli, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib və o Ayxan Qasımlının 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkilin çıxışından və təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmə müşavirəyə gedib və müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Ayxan Qasımlı 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd eləyək ki, 2025-ci ilin avqust ayında 2009-cu il təvəllüdlü Ayxan Qasımlı oteldə 1989-cu il təvəllüdlü anası Əsmət Qasımlını bıçaqla bir neçə dəfə zərbələr endirərək qətlə yetirib və ittihama görə Ayxanla anası arasında geyim tərzi səbəbindən mübahisə başlayıb. Belə ki, Əsmət gəzməyə çıxarkən qısa şort geyinəcəyini bildirib, yəni şorti. Oğlu isə buna etiraz edib. Əsmət isə yaxşı eləyirəm, bədən mənim bədənimdir, özüm bilərəm ifadəsini işlədib. Bundan sonra azyaşlı, soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çarpayıda əyləşmiş anasının boğaz nahiyəsinə zərbə endirib. Anasının ölmədiyini gördükdə isə zərbələrə davam edib. Çiyin nahiyəsinə zərbə endirərkən bıçaq qırılaraq Əsmətin bədənində qalıb və o canını qurtarmağa çalışsa da oğlu onun üz nahiyəsinə yumruqlar endirib. Daha sonra isə onu boğmağa başlayıb. Bütün bu qətl hadisəsi isə Bakı Beynəlxalq Avtovağzal kompleksində yerləşən Crossway otelində baş verib.